Rostovda bir dostumuz var. Hə, bir il bundan əvvəldə, bir il yox, 4-5 ay bundan əvvəl WhatsApp-la danışırdım, belə olacaq. İndi WhatsApp yoxdur, danışamırıq da onunla. İndi Rostovun hər yerini vururlar. Mən deyirdim dostuma ki, dostumuza, onlar, o əl silahlılar, qayıcılar Rostovda evlərə girəcəklər. İndi orada əl silahlılar evlərə girirlər. Qara olsan ümumiyyətlə küçəsə, harasıdır hələ? Gospitalda yaralıları bunlar tökülüb qalıb. Baxın görün gospitalları nə haldadır. Baxın, bunları. Военный госпиталь Второй армии мира. Əcəb gospitaldır. Budur da sizin gününüz budur. Ne üçün bu gününüzdə hara işğal edirsiniz, haranızı almaq istəyirsiniz? Bu hala salmaq istəyirsiniz bütün dünyanı. Budur da Rus kimi. Buna gospitalın pəncərəsinə baxın. Çünki bunlar gospital tikə bilməzlər. Bunlar yaxşı maşın istehsal edə bilməzlər. Bunlar ümumiyyətlə heç nə istehsal edə bilməzlər. Bunlar dağıdıcı bir qüvvədir. Dağıdıcı, ancaq özlərini dağıdacaqlar. Dünyanın heç yanında gücləri çatmayacaq. Bunlar türmə tikə bilərlər. Sovet hökuməti niyə dağıldı? Bax, nə üçün dağıldı? Bəzən deyirlər, bir ölkə ki, dezodorant istehsal eləyə bilməyib, tank istehsal eləyir. Yaxşı bir əlbisə istehsal eləyə bilməyib, parça istehsal eləyib, tank, raket istehsal eləyib, o dağılmalıdır da. İnsan qiymətsiz bir əşyadır o faşist dövlətində. Ölsün, ac qalsın, sürünsün. Ancaq bütün günü lozunqlar, bütün günü bütün dünyaya hədə-qorxu gəlmək və Putin indi müharibəni saxlaya bilməz. Çünki hər gün ölən 1000 Rus, təbii ki, deyəcəksiniz ki, Rusun içində axı Tuvalı da var, Yakut da var, Avar da var, Kumuk da var, Ləzgi də var. Mən onları heç birini o millətin mənsub saymıram. Onlar hamısı Rusdular. Çünki sizin üzünüzə Dağıstanda, sizin üzünüzə Tataristanda, orada hərəkat gedir filan, onu qoyuram bir tərəfə, o hərəkat gedəndə burada danışarıq. Üzünüzə deyirlər ki, Rus silahının gücünü göstəririk, Rus əskərinin, saldatının, əskərinin orada ruhunu çəkdirsə, sən üzvə deyirlər də bunu. Adamın necə deyərlər, qardaş? Necə deyərlər? Oradan deyirsə ki, nəqayraqa biz burada yaşayırıq, sən Rusiyada vətənimizdir. Vətənindir, mən bir söz demirəm ki. O sənin üzvə deyir, sən heç kimsən. Öləcəksən orada, tazıyıq orada, deyəcək ki, qələbə çalsaq Ruslarındır, məğlub olsaq deyir, sizə görə olmuşlar. Üzvə deyir səni. Necə ola bilər? Bunu necə yiyirsiniz siz? Necə qəbul edirsiniz? Heç milli qürurunuz yoxdur. Milli qüruru olmayanın, milli qeyrətinin olmayanın heç bir hissi olmaz. O qeyrətsizin biridir. Bütün namus deyirsiniz, qeyrət deyirsiniz, onun başında milli namus, milli qeyrət durur. Birinci odur. Sonra o birislərdir. O varsa o birislər də olacaq. Ailənin də başçısı olacaqsan, əgər millətin sevgisi ilə yaşayırsansa və onu bütün dünyada, bütün ölkələrin içində lazımınca müdafiə edirsənsə və ondan qürur duyursansa, bayrağından, bir xalq ki, bir millət ki, təbii ki, bu xalq, millət olmayanlara aiddir. Öz bayrağının rənglərindən xəbəri yox. Öz himnini oxumur. Özünün tarixindən xəbəri yox. Danışanda öz işğalçısını tərifləyir, bunu məhv eləyəni, döyəni tərifləyir. Bax bu, xalq milləti qoyuram bir tərəfə. Xalq millət böyük toplumun haqqında danışıram. Bax bu fərd, bir fərdin haqqında danışıram. Bir də təşəkkür edirəm. Bayrağını tanımır. Hətta tanımaq istəmir. Mütəfəkkirlərini tanımır. Dünyada baş verən proseslər heç qəti. Öz dilində danışlayıb, başqa dildə danışlayıb, ancaq o fərq eləməz. Öz tarixindən xəbəri yoxdur. Hatta mankurt necə olur? Bu mankurtdur da. Amma bu mankurt deyil, bu mankurtdan daha pisdir. Çünki mankurt amneziyaya uğramış, yəni yaddaşını itirmiş bir canlıdır. Onun sadəcə bayrağını o görə tanımır ki, onun beynindən o informasiyanı siliblər. Tarixini də ona görə tanımır, anasını da ona görə tanımır, dilini də ona görə tanımır. Bu belə deyil, bu gözü ilə görəndir. Bunun tarixdən heç nəyi silməyiblər. Bu sadəcə bir biqeyrətdir. Və bu fərd sadəcə biqeyrət, yəni qeyrətsizliyin biridir. Və bu özünü məxluq sayır bu taxtabiti, bu satqın. Demək ki, bu taxtabitini təmizləmək lazımdır. Əgər harasa daraşıbsa, bu da daraşıb da canımızda, bizim içimiz
Onlarla demirəm doludur, amma var da dolu idi. Biz onları buradan təbliğat nəticəsində danışıq, bunlar çox önəmli məqamlardır sizlə ünsiyyətimiz. Bunlar təmizlənməlidir, içimizdən hamısı getməlidirlər də.